Aydındır ki, heç kim körpəsinin qarşısında oturub ona qrammatika dəftəri açmayacaq. Bu təbii mühiti necə yaratmaq olar? Xüsusən də hər iki valideynin ikinci dili səlis bilmədiyi ailələrdə. Bu ən çox verilən və ən vacib suallardan biridir. Cavab isə tək kəlmədir. Oyun. Uşaq üçün öyrənmənin dili oyundur. Ən effektiv metodlardan biri bir valideyn bir dil və ya qısaca OPOL prinsipidir. Məsələn, ata uşaqla yalnız Azərbaycan dilində, ana isə yalnız ingilis dilində danışır. Bu beynin dilləri aydın şəkildə ayırmasına kömək edir. Amma bu hər ailə üçün real deyil. Həmişə mümkün olmur. Bəs alternativlər nədir? Valideynlər özlərini aciz hiss etməməlidir axı. Qətiyyən. Əsas məsələ ardıcıl məruz qalmaqdır. Mühit yaratmaq mümkündür. Məsələn, hər gün eyni vaxtda, deyək ki, çimərkən və ya səhər yeməyi zamanı yalnız ingilis dilində danışmaq. Buna zaman və məkan metodu deyilir. Və ya sadəcə gündəlik həyatı dillə zənginləşdirmək, ikinci dildə mahnılar oxumaq, rəngli kitablar oxumaq, hətta alış-veriş siyahısını birlikdə tutanda meyvələrin adlarını o dildə söyləmək. Bunlar kiçik toxunuşlardır, amma davamlı olanda möcüzələr yaradır.